Günahın içindəyik. Sonra da deyirik ki, niyə biz savab qazana bilmirik? Niyə bizə təsiri olmur? Çünki fikrimiz orada buradadır. Fikrimiz Allahda deyil bizim. Gəlin boynumuzu alaq da. Və bir qardaş məni tutubdur ki, mən namazda niyə ləzzət ala bilmirəm? Deyirəm, qardaşım, bir dənə Fatihənin tərcüməsini deyə bilərsənmi mənə ayə bə ayə? Deyir ki, xeyr. Deyirəm, ona görə, bir səbəb budur. Səbəblər çox deyə, bir deyil, amma biri budur. Sən nə deyirsən, onu bilmirsən. Sən hansı savabı gözləyirsən ki? Sən nəyin dəyişilməyini istəyirsən? Alimlərdən biri deyir ki, biz İyyəkə nə'budu və İyyəkə nəstə'in deyirik. Yəni biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Bunu deyirik, amma deyir dərk eləmirik. Bəs niyə deyirik? Bir gün haçansa dərk edib deyəcəyik. Bir də var ki, sən heç mənasını da bilmirsən. Dərk eləmək qalsın bir qırağaya. Heç mənasını bilmirsən dediyin sözlərin. Subhanallah deyir ki, nə olur, bilmir mənası nədir. Elhamdülillah deyir ki, nə olur, bilmir mənası nədir. Sonra da deyir ki, niyə mən ləzzət ala bilmirəm? Bilməyəndə, əlbəttə ki, sən elə belə əyilib durursan da bir ritual. Ərəbcə dedin, ingilis dilində dedin, fərq eləmədən elə bil ki, demiş olursan. Çünki bilmirsən axı nə deyirsən. İkincisi, Allaha görə eləmir bəziləri, kiməsə görə eləyir. Yəni, bugün namaz qılmasam nə baş verəcək? Bir dənə bunu qoyun özünüz üçün. Cəmiyyət mənə pis baxacaq, deməli, sən də cəmiyyətə görə qılırsan. Cəmiyyət mənə hörmət eləməyəcək, deməli, sən cəmiyyətin hörmətinə görə qılırsan. Yox, Allahla aramda bir pərdə olacaq, bu başqa bir məsələdir. Namaz qılmayanda narahat hiss eləyirsənsə, deməli, hələ qəlbin Allahla bir rabitədədir. Və yaxud da ki, namaza başlamamışdan qabaq fikirləşməlisən. Dəstəmaz alanda fikirləşməlisən ki, mən hara gedirəm? Namaza gedirəm, Allah huzuruna gedirəm. Allah görür necə gözəl bir iş görür bizim üçün. Dəstəmaz al. Yəni təmizdən, paklan, elə belə bir yerə getmirsən. Necə kimlənsə görüşə gedəndə təmizlənirsən, edirsən. Deyir, mənim də yanıma gələndə təmizdən, paklan. Müstəhəbdir ki, insan ətir vursun namaza duranda. Müstəhəbdir ki, qəşəng libas giyinsin namaza duranda. Yox, biz bunları eləməyə çox dəyərsiz hala saldığımız namazdan hansı dəyəri gözləyə bilərik, hansı ləzzət gözləyə bilərik? Bu namaz necə dəyişə bilər bizi?